Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə fonetika haqqında ümumi məlumatlardan danışmaq istəyirəm. Qeyd edeyim ki, fonetika mövzusunu 8 video dərsə bölmüşəm. Əgər son dərsə qədər qeyd tutaraq aktiv şəkildə dinləsəz, fonetika bölməsini kifayət qədər yaxşı öyrənə biləcəksiniz. Məncə bu qədər kifayətdir. Artıq başlaya bilərik. Mən bütün dərslərimdə, bütün video dərslərimdə dərsə başlamadan öncə niyyətimizi təyin etməyi tövsiyə edirəm. Həm özüm niyyətimi və məqsədimi təyin edirəm, həm də şagirdlərə bunu məsləhət bilirəm. Əgər bir insanın niyyəti və məqsədi bəllidirsə, o insan mütləq mənzilə çatacaq. Mənim bu dərs üçün əsas niyyətim odur ki, sizin zehninizdə fonetika haqqında ümumi bir təsəvvür yarada bilim, ümumi bir şəkil çəkə bilim. Sizin niyyətləriniz nədir? Sizin niyyətlərinizi bilmək istəyirəm, sizin məqsədinizi oxumaq istəyirəm. Ona görə rəy hissəsində yaza bilərsiniz. Məmnuniyyətlə oxuyaram. Məncə artıq mövzumuza başlaya bilərik. Fonetika haqqında ümumi məlumatlarda istəyirəm ki, 3 sual ətrafında danışım ümumi məlumatları. Ümumiyyətlə biz Azərbaycan dili kitablarını, Azərbaycan dili vəsaitlərini açarkən müxtəlif bölmələr görürük. Fonetika, leksika, söz yaradıcılığı, nitq hissələri və s. Bu ardıcıllıq təsadüfi ardıcıllıq deyil. Ümumiyyətlə biz istənilən dili öyrənməyə başlayanda onun fonetikasından başlayırıq. Onun əlifbasından başlayırıq, orfoqrafiya normalarını öyrənirik, orfoepiya normalarını öyrənirik, ahəng qanununu öyrənirik, vurğusunu öyrənirik. Həmin dilin yazıldığı kimimi, yoxsa yazıldığından fərqli şəkildə tələffüz olunduğunu öyrənirik. Yəni fonetika hər bir dilin təməlidir. Belə bir təsəvvür yaratmaq istəyirəm sizdə. Belə bir ev düşünün. Baxın, dil bu şəkildə evdirsə, fonetika həmin dilin özülüdür, təməlidir və yaxud tikinti materiallarıdır. Fonetika o dilin bünövrəsidir. Biz Azərbaycan dilini öyrənməyə başlayanda onun əlifbasını öyrənmişik, onun vurğusunu öyrənmişik, ahəng qanununu öyrənmişik, tələffüz qaydalarını öyrənmişik, yazı normalarını öyrənmişik. Onları öyrənməsək, biz nitq hissələri və yaxud da üslublar, əməli yazı nümunələri, bunları ümumiyyətlə oxuya bilmərik əlifbanı bilməsək. Yəni fonetika başlanğıcdır. Və hər dilə başlayanda onun fonetikasından başlamaq lazımdır. Belə, məncə artıq fonetikanın önəmi haqqında bu qədər kifayətdir. Daha sonra, əzizlərim, istəyirəm ki, 3 sual yazım və bu dərsi 3 əsas sual ətrafında danışaq. Birinci məsələ, fonetika nədir? Qayda kitablarında və saytlarda yəqin ki, görmüsünüz. Fonetika Yunan mənşəli termindir. Fone səs deməkdir, tikos elm deməkdir. Sizcə oradan belə bir nəticəyə gələ bilərikmi ki, fonetika səs haqqında elmdir? Yox, fonetika səs haqqında elm deyil. Deməli, bura yazıram. Fonetika, bir də yazıram akustika. Baxın, fonetika danışıq səslərini öyrənir. Hal-hazırda mənim səsimi eşidirsiniz. Mənim dediyim sözləri eşidirsiniz. Bunları fonetika öyrənir. Akustika isə, baxın, müxtəlif səslər gəlir. Bunlar danışıq səsləri deyil. Akustika isə digər səs hadisələrini öyrənir. Səs haqqında elm. Baxın, demək fonetika dilçilik terminidir. Akustika fizika terminidir. Bəzən testlərdə qarşınıza çıxa bilər. Yazarlar ki, fonetika səs haqqında elmdir. Bu yanlışdır. Fonetika danışıq səsləri haqqında elmdir. Məncə fonetikanın nə olduğunu bildik. Birinci sualı cavablandırdıq. İndi keçək ikinci suala. Fonetikanı niyə öyrənməliyik? Niyə öyrənək? Baxın, önəmli məsələ budur. Əgər bu suala cavab tapsaz, ümumiyyətlə bütün bölmələri, bütün fənləri oxuyarsınız. Fonetikanı niyə öyrənək?
Fonetika sadəcə Azərbaycan dili kitablarında olan bir bölmə deyil. Fonetika bizim həyatımız boyu bizə lazım olacaq. Niyə lazım olacaq? Biz daima yazırıq. Hər gün mesaj yazırıq, məktublar yazırıq, e-maillər yazırıq, nə bilim, rəsmi sənədlər yazırıq və yaxud hər gün danışırıq. İşdə danışırıq, evdə danışırıq, münasibətlərdə danışırıq, işimiz üçün əgər videolar çəkiriksə, videolarda danışırıq və insanlar bizim savadımızı yazımızdan və danışığımızdan ölçürlər. Çox təəssüf ki, bu belədir. Yəni fonetika sadəcə Azərbaycan dilində öyrənməyimiz lazım olan bir bölmədən ziyadə, yəni testlər, imtahanlar üçün öyrəndiyimiz bir bölmədən ziyadə, fonetika bizim bütün həyatımız boyu lazım ola biləcək bölmədir. Çünki biz orfoqrafiya normalarını öyrənirik və orfoepiya normalarını öyrənirik. Orfoqrafiya normaları düzgün yazılış qaydalarıdır. Orfoepiya normaları isə düzgün danışıq qaydalarıdır. Biz bu hər ikisini çox yaxşı səviyyədə öyrənsək, savadlı yaza bilərik və savadlı danışa bilərik. Məncə artıq fonetikanı niyə öyrənməli olduğumuzu bildik. Həm bu sualı cavablandırdım, həm bu sualı cavablandırdım. İndi keçək 3-cü sualımıza. Fonetikada nələri bilək? Baxın, sadəcə ümumi məlumatlardan danışıram. Daha xüsusi məlumatları növbəti videolarımda danışacağam. Nələri bilməliyik? Fonetikanın nə olduğu haqqında danışdıq. Daha sonra fonetikada bilməli olduğumuz məsələlər. Başlayırıq. Ən önəmli məsələ. Neçə hərfimiz var, neçə səsimiz var? 32 hərfimiz var, 34 səsimiz var. Bunu necə yadda saxlayaq? Çox adam qarışdırır. Hətta bəzi şagirdlər deyir 33 səs var, bəziləri deyir 32 səs var. Necə yadda saxlaya bilərik? Heç bir əlaqəsi yoxdur, heç bir məntiqli əsası yoxdur. Sadəcə yadınızda qalmaq üçün kodlaşdırıram. Bizim 32 dişimiz var. 32 dişimizlə 32 hərfi əlaqələndirək. Əgər bizim bütün dişlərimiz yerindədirsə, bütün səsləri çıxara bilərik. 34 səsin 34-ünü də çıxara bilərik. Baxın, bu şəkildə kodlaşdıraraq yadda saxlaya bilərsiniz. 32 diş, 32 hərf, 34 səs. Bunları da nə fərqləndirir? Baxın, bu iki səs. Bu iki səs, baxın, buna görə burada 32 hərfdir. Bu iki səsə görə isə 34 səsdir. X-trik və K-trik. X-trik səsi, baxın, belədir. İh, məsələn, çörək. K-trik isə bildiyimiz K-dır. Belə, bu əsas 32 hərf, 34 səsi mütləq yadda saxlayın. Daha sonra hərflər və səslərin fərqi. Deməli, bu hissəni təmizləyim. Hərflər və səslərin fərqi. Hərflər və səslər. Hərfləri biz yazırıq və görürük. Yazırıq, görürük. Səsləri isə deyirik və eşidirik. Baxın, hal-hazırda yazdıqlarımı görürsünüz. Deməli, mən yazdığım hərflərdir. Bir də mən yazmasam, desəm ki, A, B, C, C, dediklərim isə səslərdir. Hərfləri kitablarda görürsünüz, əlifbada görürsünüz. Nə oxuyursunuzsa, orada gördükləriniz hərflərdir. Hərflər sadəcə, baxın, bu şəkildə yazılır. Amma səslər böyük mötərizə vasitəsilə yazılır, transkripsiya vasitəsilə yazılır. Məsələn, A. Məsələn, B. Məsələn, C. C. Biz səsi yazmaq üçün belə yaza bilmərik. Və yaxud da belə yaza bilmərik. Belə yazsaq hərf sayılacaq. Bunlar isə səs sayılır. Deməli, səslə hərfin əsas fərqini bildiniz. Daha sonra sözlərdə hərf və səs tərkibləri fərqli ola bilər. Məsələn, maarif sözünə baxaq. Necə yazılır? Maarif. 2 dənə A var. 1, 2, 3, 4, 5, 6. 6 hərf var. Tələffüzü isə bu A-lardan biri düşür, digəri isə uzun tələffüz olunur. Maarif şəklində oxunur. Deməli, neçə səs oldu? 5 səs. 5 səs, 6 hərf. Baxın, qayda şəklində düşə bilir. Yazır ki, Azərbaycan dilində sözlərin hərf və səs tərkibləri eyni olmalıdır. Belə bir qayda yoxdur. Gördünüz, burada 6 hərf var, 5 səs var. Deməli, hərf və səs tərkibləri fərqlidir.
Bu ola bilər. Burada heç bir problem yoxdur. Səs artırıla bilər, səs düşə bilər, saylarında fərq ola bilər. Belə. Daha sonra mən bu hissəni silim. Deməli, danışıq səsləri danışıq üzvlərimiz əsasında yaranır. Danışıq üzvlərimiz də hansılardır? Ağciyərlərdir. Baxın, bura qeyd eləyirəm. Danışıq üzvləri. Ağciyərlər. Nəfəs borusu. Qırtlaq. Səs telləri. Baxın, yuxarıdan aşağı doğru sayıram. Daha doğrusu aşağıdan yuxarı doğru sayıram. Səs telləri. Daha sonra ağız boşluğu. Dil. Dişlər. Dodaqlar. Və burun boşluğu. Aktiv olanları isə, fəal danışıq üzvləri isə dil, dodaqlar və səs telləri. Fəal danışıq üzvləri. Bunları necə yadda saxlaya bilərik? Biz danışarkən dilimizi özümüz idarə edirik. Dodaqlarımızı özümüz idarə edirik. Və səs telləri də danışarkən titrəyir. Bu şəkildə yadda saxlaya bilərsiniz. Sanki daha çox hərəkətdə olanlar fəal danışıq üzvləridir. Bu şəkildə yadda saxlamaq mümkündür. Daha sonra danışıq səsləri əmələ gəlmə xüsusiyyətlərinə görə iki qrupa bölünür. Saitlər və samitlər. Saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunur. Samitlər isə ağız boşluğunda maneəyə rast gələrək tələffüz olunur. Bunları necə yadda saxlaya bilərik? Balaca uşaqlar danışmağa başlayanda birinci sait səsləri çıxarır. Çünki sait səsləri tələffüz etmək çox rahatdır. Onun üçün dodaqlarımızı, dili idarə etməyə ehtiyac yoxdur. Amma samitlər daha sonra tələffüz olunur. Dodaqları, dili, səs tellərini müəyyən qədər idarə etməyi bacardıqca artıq samitləri tələffüz etməyi bacarırlar. Bundan yadda saxlaya bilərsiniz. Saitlər maneəsiz tələffüz olunur, samitlər isə daha çox ağız boşluğunda maneəyə rast gələrək tələffüz olunur. Və samitlər küylü səslərdir. Saitlər, samitlər, digər qaydalar haqqında növbəti dərslərdə daha ətraflı danışacağam. Məncə artıq ümumi anlayışlar haqqında bu qədər kifayətdir. Növbəti mövzumuz saitlər haqqında olacaq və saitlər haqqında daha geniş məlumat verəcəm. Əgər bu mövzu haqqında hər hansı sualınız və yaxud fikriniz varsa, rəy hissəsində yaza bilərsiniz. Xudahafiz.